Ruhi inkişaf, qəlb və üçüncü göz. Ruhi inkişafda çox insanlar üçüncü gözü oyanışın başlanğıcı hesab edir, amma əslində bu çox incə və həssas bir mərhələdir. Əgər insanın qəlbi hazır deyilsə, enerji mərkəzləri balansda deyilsə, bu təcrübə qorxu və xaos da gətirə bilər. Ona görə qəlbdən başlamaq həm daha sağlam, həm daha dərin və təhlükəsiz yoldur. Ruhani inkişaf yoluna çıxan bir çox insan bəzən qorxu yaşayır. Bəzən qorxurlar ki, üçüncü göz açılar və nəsə görərlər. Bu his çox təbiidir, çünki biz bilmədiyimiz enerjilərlə təmasda olmağa başlayırıq və bəzən də görməyə başlayırıq, eşitməyə başlayırıq. Amma bu ruhani yol qorxu ilə deyil, sevgi ilə başlamalıdır. Bu ən sağlam bir başlanğıc olar. Çox vaxt insanlar ruhi oyanış deyəndə birbaşa üçüncü gözü açmaqdan danışırlar və buna can atırlar. Amma üçüncü göz qavrayış mərkəzidir, sevgi mərkəzi deyil. Yəni gözdür bu, görmək üçündür. Nəysə dərk etmək, beyin fəaliyyəti, intuisiya və s. Yəni bu detala çox getməsim də üçüncü göz qavrayış mərkəzidir. Əgər qəlb bağlıdırsa, insanın gördükləri onu qorxuda bilər təbii ki. Amma qəlb açıqdırsa, insan hər şeyi işıqla görür. Çünki o artıq qorxunun yox, sevginin titrəyişindədir. Ruhani oyanış qəlbdən başlayır, çünki qəlb ruhun qapısıdır. Qəlb oyananda sənin enerjin yumşalır, baxışın dərinləşir, insanlara və həyata qarşı mehribanlıq yaranır. Yəni, üçüncü göz nəyisə görür, amma bunun nə olduğunu başa düşmürsə, yaxşıdır, pisdir, nədir, nə deyil, qəlb artıq bunu həm görür, həm hiss edir, həm də təhlil edə bilir. Bu mərhələ sənə sabitlik və daxili dayaq verir. Hisslərin təmizlənir və üçüncü göz təbii olaraq qorxusuz bir şəkildə açılmağa başlayır. Müəllim sənin enerjini görür. Ona görə də müəllimlə istiqamət almaq daha təhlükəsiz bir versiyadır. Və o səndəki dəyişimi də hiss edir. Bəzən sən nə baş verdiyini anlaya bilmirsən, amma o səni tənzimləyir. Tək başına dərin enerjilərlə işləmək bəzən insanı çaşdıra bilər, yolunu azdıra bilər və daha çox zaman ala bilər. Amma doğru müəllim səni sevgi ilə qoruyar, ruhunu yüngül-yüngül, rahat-rahat oyatmağa başlayır. Bu sadəcə təlim deyil, bu enerjinin ötürülməsidir. Çünki artıq onun təcrübəsində var, ruhunun frekansında var. Ona görə də sən də artıq onun tələbəsi kimi eyni frekanslarda olaraq davam edib və inkişaf edə bilirsən. Və kiçik bir meditasiya edək. Bunun oyanışı üçün qəlbdən başlayan yol, genişləndirilmiş variant. Yəni, mən istəyirəm ki, siz başa düşəsiniz ki, harada üçüncü gözdür, harada qəlbdir, yəni fərq olaraq başa düşə biləsiniz. Buna görə kiçik bir praktika eləyə bilərsiniz ki, yüngül də olsa bunu hiss edə biləsiniz. Bir anlıq dayan, nəfəsini hiss et, nəfəsin bədəninə daxil olur. Və o daxil olarkən səni bu an ilə birləşdirir. Bütün düşüncələr, planlar, səslər, hamısı kənarda qalsın. Sadəcə nəfəs al və nəfəs ver. İndi diqqətini qəlbinin mərkəzinə yönəlt. Orada yumuşaq, isti bir işıq təsəvvür et. Sanki içində sakit bir alov yanır. O alov nə yandırır, nə də qorxudur. O səni isidir, rahatladır, səni sənə qaytarır, səni oyadır. Hər nəfəs aldıqca bu işıq biraz daha da böyüyür. Bütün sinə boşluğunu, sonra bədənini, hər hüceyrəsini işıqlandırmağa başlayır. Sanki içindəki sevgi yavaş-yavaş oyanır. Axmağa tənəffüs etməyə başlayır. Bu işıq sənin qəlb enerjindir. O ruhunun mərkəzidir. Burada qorxu yoxdur. Çünki artıq sevgi var. Burada cavablar aydın olur. Çünki zehin sakitdir. Burada sən öz ilahi mahiyyətini hiss edirsən. Nə qədər saf, nə qədər dolu və canlı olduğunu hiss edirsən. Ruhani yol buradan başlayır. Kənardakı biliklərdən, kitab və rituallardan deyil. O sənin qəlbindən başlayır. Bu işıqdan, bu sakitlikdən, bu sevgidən və sən hər dəfə qəlbinə
qaydanda ruhani inkişaf bir addım daha da dərinləşir. Unutma, üçüncü göz görmək üçündür. Amma qəlb görənin kim olduğunu xatırlamağın üçündür. Hər dəfə nəfəs aldıqca sanki mən buradayam, mən canlıyam, mən sevgiyəm deyirsən. Və bu sadə an sənin ən böyük oyanışındır. Ruhani inkişaf gözlərlə deyil, qəlblə görməkdən başlayır. Əgər sən qəlbdən yaşamağa başlasan, bütün enerji mərkəzlərin öz yerinə düşəcək. Üçüncü göz sənin sevgi baxışının nəticəsidir, başlanğıcı deyil. Bu səs səninlə rezonans yaradırsa, bu məlumat sənin daxilində bir titrəyiş oyadırsa, demək artıq qəlbin cavab verir və o oyandı deməkdir və artıq bunun üzərində işləməyə davam edə bilərsən. Uğurlar. Hər hansı sualın varsa, rahatlıqla yaza bilərsən. Zümrüd Əsədov.